Salam uşaqlar, bugünkü dərsimiz olacaq tənasüb. Namazovda olan tapşırıqlara baxaq. Birinci tapşırıq. Biz bilirik ki, uşaqlar, iki nisbətin bərabərliyinə tənasüb deyilir. Nisbətlərin ekvivalent olduğunu göstərməklə onların tənasüb əmələ gətirdiyini əsaslarla. Nisbətlərin ekvivalentliyi nədir? Yəni bir-birinə bərabər. Burada 8-nə, 32-ni, 28-ni hər ikisini ixtisar edəsəm 4-ə eləyər 8-in nisbəti 7-yə, 8-in nisbəti 7-yə, 8-in nisbəti 7-yə ekvivalentdir, bir-birinə bərabər. Burada hər iki tərəfi 5-də 1-i 2-yə vursam 5-də 2 eləyər, 4-də 3-ü 2-yə vursam 4-də 3 eləyər. Yenə nisbətlər bərabərdir. Üçüncüyə baxın. 1,8-i 1,6-dır 8-ə bölsəm eləyər 0,2, 3-ü 15-ə bölsəm eləyər 0,2. Nisbətlər bərabərdir. Burada hər ikisini ixtisar edəsəm 0,8-ə eləyər 8-in 3-ə nisbəti. Digərlərinin də hamısını uşaqlar eyni nisbətdə ixtisar edib tapa bilərsiniz. İkinci tapşırığa baxaq. Verilən nisbəti sadələşdirin və ona ekvivalent nisbət yazmaqla tənasüb qurun. Məsələn, bizə verib 18-in 12, hər ikisini 6-ya bölə bilərəm. Uşaqlar, nə olar nisbət? 3-ün nisbəti 2. Onda tənasübümüz necə olar? 18-in nisbəti 12-yə bərabərdir. 3-ün nisbəti 2. Digərində 20 ilə 15-i ixtisar edəsəm 5-ə gedər 4-ün nisbəti 3-ə. Deməli, tənasübümüz olar. 20-nin nisbəti 15-ə bərabərdir. 4-ün nisbəti 3-ə. Burada 25-in nisbəti 30-a. Mən burada hər iki tərəfini 5-ə bölsəm, olar 5-in nisbəti 6-ya. Deməli, bir daha deyirəm uşaqlar, tənasüb nədir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Tənasübün əsas xassəsi var ki, uşaqlar, kənar hədlərin hasilini orta hədlərin hasilinə bərabər olmalıdır. Məsələn, mən bu ikinci tapşırığa bir daha qayıtsaq, uşaqlar, baxın. Bunun tənasüb olub olmadığını yoxlamaq istəyirəm. Kənar hədləri bir-birinə vur, sonra orta hədləri bir-birinə vur. Cavablar bir-birinə bərabərdirsə, deməli, düzgün tənasüb qurulub. Gəlin, baxaq. 5-də 2-ni vuraq 8-də 3-ə bərabərdir. 4-də 3-ü vuraq 5-də 1-ə. Burada ixtisar olunur 4, 5-i 4-də 20-də 3 bərabərdir. Burada deyilir 20-də 3. Hər ikisinin cavabı eyni oldu. Deməli, düzgün tənasüb qurulubdur. 3-ə baxaq. Fikirlərin doğruluğunu yoxlayın. Ekvivalent nisbətləri tənasüb şəklində yazın. 48-in 36-ya nisbəti 48-in 36-ya nisbəti 12-nin 9-a nisbətinə bərabərdir. Hər iki tərəfi 4-ə ixtisar eləsəm, olar 12-nin nisbəti 9-a. Deməli, bir-birinə həqiqətən bərabərdir. İki nisbətində bir-birinə bərabərliyinə tənasüb deyilir. Hələ ki, bu tapşırıqlarda uşaqlar tənasübün əsas xassəsindən istifadə eləmirik. 15-in 24-də nisbəti ancaq ekvivalent nisbətlərdən istifadə elə deyil. 25-in 40-a nisbətinə bərabərdir. Deməli, 15 ilə 24-ün hər ikisini 5-ə bölsəm, eləyər 3-ün 8-ə nisbəti. Burada da hər ikisini 5-ə bölsəm, burada hər ikisini 3-ə bölsəm, burada da hər ikisini 5-ə bölsəm, olar 5-in 8-ə nisbəti. Bizdə burada deyir, uşaqlar, fikirlərin doğruluğunu yoxlayın. 2 xeyr. 1 doğrudur, amma 2 doğru deyil. Çünki 3-ün 8-ə nisbəti 5-in 8-ə nisbətinə bərabər deyil, ekvivalent deyil. Üçüncüyə baxaq. 16-nın 18-ə nisbəti 32-nin 36-ya nisbətinə bərabərdir. 16 ilə 18 hər ikisi bölünər 2-yə. 8-in 9-a nisbəti. Burada da hər ikisini bölərəm 4-ə. Yenə 8-in 9-a nisbəti. Bəli, ekvivalentdir, bir-birinə bərabər. 4. 3,2-nin 8-ə nisbəti 4-ün 10-a nisbətinə bərabərdir. Burada 0,8-ə bölsəm hər iki tərəfi
Ya da belə də baxa bilərik uşaqlar biz buna. 3-ün də içini 8-ə bölsəm 0,4, 4-ü 10-a bölsəm 0,4. Düzdür? Bərabərdir. Və ya 3-ün də içini 10-a vuraram 32, 4-ü 8-i 4-ə vuraram 32. Yenə də bərabər. Yəni ekvivalent. Dördüncü sual. Verilən nisbətlər arasında ekvivalent olanları müəyyən edin. Baxaq uşaqlar. Ekvivalent olanları necə seçə bilərəm? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər ola bilər. Bir də ixtisar eləyəndə eyni bir ədədə bərabər ola bilər. Baxaq. 8-i 21-ə vursam 168, 28-i 6-ya vursam 168. Deməli 8-də 28 də 6-da 21 bir-birinə ekvivalentdir. İkincisi, orada tam düşməyib, mən yazım. 9-un 24-ə, 14-ün 35-ə və 8-in 20-yə nisbəti. Hansılar bir-birinə ekvivalent ola bilər? Baxaq. Deməli, 14-ü 20-yə vursaq 280 eləyər. 35-i də 8-ə vursam 280 eləyər. Deməli, 14-ün 35-ə, 8-in 20-yə bir-birinə ekvivalentdir. Yəni, bərabər. Üçüncüsünə baxaq. Üçüncü kəsir şəklində verilibdir. 45-də 30, 36-da 24 və 28-də 21. İxtisar da eləyə bilərəm. 30 ilə 45 hər ikisini 5-ə bölsəm 9-da 6, hər ikisini 4-ə bölsəm 9-da 6, hər ikisini 7-yə bölsəm 4-də 3. Deməli, bu ikisi bir-birinə bərabərdir, ekvivalentdir. İstəyirsiniz ixtisar edib tapa bilərsiniz, istəyirsiniz eyni bir ədədə vurub bölüb tapa bilərsiniz, istəyirsiniz kənar hədd, orta hədd edib tapa bilərsiniz uşaqlar. Müxtəlif yollarla tapmaq olar. İndi burada uşaqlar tənasübün əsas xəssəsi ilə tapşırıqlar işləyəcəyik. Dedik ki, tənasübün əsas xəssəsi nədir? Kənar hədlərin hasilinin orta hədlər hasilinə bərabərdir. Və mən uşaqlar tapşırıqlar çox verilir. Tapşırıqların hamısını burada yazmıram. Məsələn, 5-ci tapşırıqda 12 misaldır. Mən onun 4-ünü yazıram, izah edirəm sizə ki, başa düşəsiniz. İzaha qulaq asın, başa düşün ki, digər tapşırıqları özünüz rahat yazasınız. Gəlin baxaq uşaqlar. 38-in 19-a nisbəti. Deyir 0,2-nin 0,1-ə nisbətidir. Tənasübün xassəsindən istifadə edir. Xassə nə idi? Kənar hədlərin hasili, yəni 38-i vur 0,1-ə bərabərdir. Orta hədlərin hasilinə. Yəni 19-u vur 0,2-yə. Bu eləyəcək 3,8, bu da eləyər 3,8 və bir-birinə bərabərdir. Bəli, bu tənasüb əmələ gətirir. Sual bizə deyir, tənasüb əmələ gətirib, gətirmədiyini müəyyən elə. Bir tənasüb əmələ gətirir. 2-yə baxaq. 7,5-i vuraram kənar hədd. 1,5-də 4-də bərabərdir. 3-ü də vuraram 1-ə. Buranı hesablayaq. 10-da 75 vur. 5-də 5-i 1-ə 5 üstünə 4, 9. 5-lər ixtisar gedər. 5-dən 75 ixtisar gedər. Qalar 15. Bu da 5-i ixtisar gedər. 2, 5-i ixtisar gedər. 3. Burada olur cavab uşaqlar. 2-də 27 bərabərdir 3. Deməli, bu tənasüb əmələ 2 tənasüb əmələ gətirmir. Çünki kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər deyil. Üçüncüyə baxaq. 5-də 3-ü vuracağım 5-ə. 1,2-də 1-i vuraram 2-yə. Ortaları da 1-1. 5-də 3-ü 5-ə vursam 3. 1,2-də 1-in yerinə yazaram 2-də 3 vur 2. Burada da 2-lər ixtisar gedər. Qalar 3. 3 bərabərdir 3. Deməli, bəli, 3-cü tənasüb əmələ gətirir. Belə bir kəsir var uşaqlar. Gəlin kəsir üzərində də işləyək. Verib mənə
Kəsir şəkli necə işləyir uşaqlar? Bax, bu ikisi kənardır. 3,5'i vuraram 60'a bərabər. 2'ni vuraram 54. 35'i 60'a vursam 0, 210 virgül var. 210 bu da bərabərdir. 8 eləyər 54'ü 2'ye vursam 108. 210 da 108'e bərabər deyil. Ona görə deyirik tənasüb əmələ gətirmir. 5-ci tapşırığa baxaq. Kənar hədd 24 vur 0,4 bərabər. Orta hədd 3 vur 3,5'də 1. 24'ü 0,4'ə vursam eləyər 9,6 bərabər. 3'ü vursaq 5'də 5'i 3'ə 15 üstünə 1 16. Bu da bərabərdir. Eləyər 5'də 48. 45 bu da eləyər 9,6. 9,6 9,6'ya bərabərdir. Bəli, tənasüb əmələ gətirir. Bunların hamısını bir-bir uşaqlar kənar hədd, orta hədd eləməklə, yəni tənasübün əsas xassəsini tətbiq etməklə tənasüb əmələ gətirib gətirmədiyinə baxaq. 6. Nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini yoxla. Tənasübə uyğun hədlərin yerini dəyişməklə yeni tənasüblər qur. Baxaq. Baxaq görək tənasüb əmələ gətirir yoxsa yox. Bunu kənar hədd, orta hədd də eləyə bilərik. Uşaqlar belə ixtisar da eləyə bilərəm. 3'e bölsəm 5'in nisbəti 8. Tənasüb əmələ gətir. Bunu belə də yaza bilərəm. 8'in nisbəti 5'ə bərabərdir. 8'in nisbəti 5'ə. Yerlərini dəyişsəm, bunu da necə bilirim uşaqlar? Baxın, 5 vur 8 40, 5 vur 8 40. 8 vur 5, 5 vur 8. Kənar hədlərin hasili ortaların hasilinə bərabər olmalı. Məsələn, mən bunu belə yaza bilmərəm. Belə nisbətlərin yerini dəyişə bilmərəm. Niyə? Baxın, 64, 20. 64, 20'i bərabər deyil. Bura baxaq. Kənar hədlərin hasili, orta hədlərin hasili. Bu, ixtisar gedir 2, qalır 4. İxtisar gedir, qalır 4. Bəli, uşaqlar, kənar hədlərin hasili, orta hədlərin hasilinə bərabərdir. Bu da tənasübdür. Digərinə baxaq. Kənar hədlərin hasili, orta hədlərin hasili. 4,6 bərabərdir. Bu 46'dır. Bir dəqiqə 4,6 yazdım. 46'nı da 0,1'ə vursam 4,6. Bəli, tənasübdür. 4-cüyə də baxaq. Deməli, 5'də 3'ü vururam 12'yə bərabər. 4'də 3'ü vururam 6'ya. Burada olacaq 5'də 36 bərabər. Bu da 2'yə ixtisar gedər. 2'yə ixtisar gedər. Bu deyilər 2'də 9. 5'də 36'nı bölsəm eləyər. Bu tənasüb əmələ gətirməyəcəm, amma yenə də cavabına baxaq uşaqlar. Bu eləyər 7,2. Bu deyilər 4,5 bərabər deyil. Ona görə də tənasüb əmələ gətirmir. 7. Verilmiş bərabərliyə görə müxtəlif tənasüblər qurun. Gəlin quraq. Qura bilərəm uşaqlar. 45'in 5'ə nisbəti, 18'in 2'yə nisbəti. Birinci tənasübdən də düzdür. Bu tənasübü verilmiş bərabərlikdir. Tənasüb istəyirək 2 nisbət yazmalıyım. Burada verir mənə 9, burada verir mənə 9. 45'i 2'yə vururam 90, 18'i 5'ə vururam 90. Eyni şeydir də düzdür. Elə bil tənasübü əsas xassəsini istifadə eləmişdi. Biz yenidən 2 nisbətə bərabərləşdirik. Bura baxa bilərik. 3,5'i bölərəm 3,3'də 1'ə. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Düzdür. İkinciyə
qura bilərik. Gəlin üçüncüyə baxaq. Üçüncünün tənasüb necə qura bilərəm? 2,7-ni 9-a, 0,9-u da 3-ə bölə bilərəm. Düzdür? 2,7-ni 3-ə vuraram, 0,9-u da 9-a vuraram. Dördüncüyə baxaq. 8-də 3-ü bölərəm. 12,10-da 5-ə bərabərdir. 25-də 1-i də bölərəm. 1,3-də 1-ə. İkisinin nisbəti digər ikisinin nisbətinə bərabərdir. Baxaq. 8. Verilən ədədlərdən istifadə etməklə mümkün tənasübləri yazın. Elə eləməli ki, cavablarımız bərabər olsun uşaqlar. Deməli, 1,8-i 9-a bölərəm. 1,8-in 9-a nisbəti 2-nin 10-a nisbətinə bərabərdir. Bu da 0,2 edir, bu da 0,2 edir. Burada 36-nın 6-ya nisbəti 12-nin 2-yə nisbətinə bərabərdir. Bu da 6 eləyir, bu da 6 eləyir. 3 də baxaq. Deməli, elə 2 nisbət tapmalıyıq ki, cavabları bərabər olsun. Belə eləyə bilərəm. 1,2-nin 1 dəqiqə 1,2-ni vursam 5-ə, 3-ü 2-yə vursam. Bir dəqiqə. Birinci vurma kimi yazsaq 6 eləyir. 1,2-ni vursaq 5-ə, 3-ü də vursaq 2-yə, hər ikisi 6. İndi bunun tənasübünü qursaq 1,2-ni bölərəm 2-yə, 3-ü də bölərəm 5-ə. 0,6, 0,6 eləyər. Başqa tənasüb necə qura bilərik? Bu ikisindən tənasüb istəyir bizdən. 42-ni nisbəti 3-ə, 28-in də nisbəti 2-yə, 14-ün 14-ə istəyir. Burada elə 9-un nisbəti 3-ə, 21-in nisbəti 7-yə. Burada 45-in nisbəti 5-ə, 81-in nisbəti 9-a. Davam ediyor uşaqlar 9-undan. Tənasübün xassəsini istifadə etməklə məhsulu tapın. Bunun da uşaqlar çətin deyil. Gəlin birə baxaq. Deməli, tənasübün xassəsi nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada həmişə birinci x hardadırsa onu həll eləyin. Yəni x-i 14-ə vursam, 49-u da 4-ə vurmalıyım. Bunun da həllini ixtisarla eləyin uşaqlar. X-i tapanda 49-u 4-ə vurub 14-ə bölməliyim. Düzdür. 2-yə ixtisar gedər 7, 2-yə ixtisar gedər 2. 7 ilə 49 7-yə bölünər. 7, 7-ni də 2-yə vuraram. Cavab eləyər 14. İkincisinə baxaq. X kənardadır. Birinci kənar hədləri eləyək. 42 bir x bərabər. Sonra orta hədləri eləyək. 14 vur 70. X-i tapsam. 14 vur 72 böl 42. Hər ikisini 7-yə bölsəm, 2-yi 7-yə bölsəm 6. 6 ilə 72 ixtisar gedir. 12, 2 ilə 12-yə vursam. 24. İxtisarla daha asan və daha tez olur uşaqlar. Üçüncü kəsir formasında heç bir fərq yoxdur. X-i 65-ə vururam. 13-ü 12-yə vururam. Həmişəki kimi x-i tapmaq üçün kəsirdən istifadə edirəm ki, ixtisar edeyim. Böl 65. 13 ilə 65 ixtisar gedər. Qalar 5. 12-ni də 5-ə bölsəm 2 tam. Onda 4. İstəyirsən cavabı onluq kəsirlə, istəyirsən qarşığa da şəkil yaz, fərqi yoxdur. Gəlin. Uşaqlar, buradan baxaq bir fərqlisi var. Demək olar ki, uşaqlar, qalanlarının hamısı, misallara fikir verin. Hamısı kənar hədd, orta həddə heç bir fərqliliyi yoxdur. Hamısını rahatlıqla artıq yaza bilərsiniz. Ona baxaq. Tənasübün kənar hədləri. Deməli, tənasübün kənar hədləri belə eləyək. Kənarlar hansıdır? Bu iki həddi kənar. Düzdür? Kənar hədləri 32 və 54-dür. Orta həddin biri 36-dır. Mənlə digər orta həddi istəyir.
Kənarları yazdım yerinə, ortaları yazdım yerinə. İndi gedək hasilə. X ortada olduğu üçün birinci ortanı yazaq. 32'ni vuraq 54. Buradan x'i tapsan. 32 vur 54 böl 36. Hər ikisini 9'a bölərəm 4, 9'a bölərəm 6, 4 ilə 32, 8, 8 dəfə 6, 48. İkinci. Tənasübün orta hədlərini bu dəfə verib uşaqlar, baxın. Orta hədləri bu ikisidir də, düzdür. Orta hədləri 48 və 108-dir. Kənar hədlərindən biri deyir 36-dır, digərini məndən istəyir. Onda 36-nı vuraram x-ə bərabər olar. 48-i vuraram 108-ə. Yenə uşaqlar ixtisarla işləyək. Hər ikisi 4'ə bölünər. Əslində 12'yə də bölə bilərdik uşaqlar. 12'yə bölsək, burada qalar 3, burada qalar 4. 3 ilə 108 ixtisar gedər 36. 4'ü də 36'ya vursam 144. Cavabımız eləyək 144. 11. 11'də kəsirlər var, onluq kəsirlər var. Bunlardan biraz işləyək uşaqlar. Uşaqların ən çox səhv elədiyi suallardır. Baxın, x ortadadır. Ona görə birinci kənar hədləri eləyək. X vur 1,2 bərabərdir. 2 tam 3'də 1'i vuraq 1,8. Bu kəsir və onluq kəsir bir yerdə olanda uşaqlar ən rahatı hamısını kəsirə çevirməkdir. X vur 10,12 bərabərdir. 3'də 3'ü 2'ye 6 üstüne 1 7 vur 10'da 18. Burada da mən x'i tapanda bu kəsiri bunu buna vurub, yəni birincini 3'də 7'ni 10'da 8'e vurub 10'da 12'ye böləcəyəm də. Onda onu birbaşa yazıram ki uşaqlar ixtisar edə bilim. Vuraram 10'da 8'e bir də vururam. Bunun tərsinə böləndə tərs çevirmirik 12'də 10. İndi görün necə asan ixtisar gedəcək. Baxın, bax onlar ixtisar gedir. 4'e ixtisar gedir 2, 4'e ixtisar gedir 3. Başqa ixtisarımız var? Yox. Cavab 9'da 14. Bunu da istəsən qarşıq ədədə də çevirə bilərsən. Bu deyil. 1,9'da 5. Bu tipli misallarda siz belə də eləyə bilərdiniz. Uşaqlar 3'də 8'i deməli yazardım 30'da 56. 30'da 56'nı bölərdim 10'da 12'ye. Yəni yenə 30'da 56'nı vuracaqdım 12'də 10'a. Yenə də eyni cavab alınacaq. Bu tipli misallarda baxın bir də deyirəm. Bu kəsiri bir də vurmayın. Bunu digər kəsirin tərsinə vurun ki, ixtisar gedin. İndi neçə misal eləyəcəm, hamısında görəsiniz ki, eyni şeydir. İxtisar daha rahatdır. Gəlin ikincisinə baxaq. Birinci kənar həddən başlayaq. Y vur. Bunu çevirsək. 6'da 6'nın 6'yı 36, üstünə 5 41. Bərabərdir. 10'da 41'i vuraq 10'da 65'i orta hədlərə. Düzdür. İndi necə eləyirdi uşaqlar? Bunu buna bölməliyim. 10'da 41'i vuraram 10'da 65'e bir də vuraram 41'də 6'ya. Böləndə bunun tərsini yazmıram. Altda 41'in tərsi. Fikir verin. 41'lər burada ixtisar gedəcək. Baxın. İxtisar getdi. 2 ixtisar gedir 5, 2 ixtisar gedir 3, 5 ixtisar gedir 1, 5 ixtisar gedir 13. Başqa hər hansı bir ixtisar yoxdur. Cavabım olur 10'da 39 və ya 3,9. Çalışın ixtisarla həll eləyin uşaqlar. Üçüncü. M kənardadır yazaq. Birbaşa çevirə-çevirə yazıram. 10'da 4 vur M bərabərdir. 10'da 35 vur 7'də 8. Düzdür. Onda buradan M'i tapanda 10'da 35'i vururam 7'də 8'ə. Bir də vururam 4'də 10. Bunu. Baxaq ixtisarımız necə gedir? Onlar avtomatik ixtisar gedəcək. 5 ilə 37 ilə 35 ixtisar gedəcək. 5, 4 ilə 8 ixtisar gedəcək. 2. Cavabımız olur.
4-ə baxaq. Kənar hədd. 10-da 104 vur n. 11-də 7 vur 7-də 15-ə. Hamısını düzgün olmayan çevirin ki, biz bilirik axı uşaqlar vurma bölmədə kəsirlər ancaq düzgün olmayan kəsirə çevrilməlidir. Buradan da eni tapanda 11-də 7 vur 7-də 15 vur 104-də. Burada baxaq görək hər hansı bir ixtisarımız var. Deməli 7-lər ixtisar gedir. Başqa 104 2-yə gedər. 5 2-yə gedər. 52. Başqa hər hansı bir ixtisarımız yoxdur uşaqlar, düzdür? Yeddidə 15 niyə? 7-ni 3. Buranı səhv yazmışam uşaqlar çevirəndə. Bir dəqiqə. Deyirəm axı, niyə belə az ixtisar getdi? Bu 7-də 15 deyil. 7-ni 3-ə vururam. 21 üstünə 7-də 26. Onda n bərabərdir. 11-də 7 vur. 7-də 26 vur. 104-də 10. Deyirəm axı, niyə az ixtisar getdi? Burada 7-lər ixtisar gedər. Bu da 26 ilə 104 də 26-ya bölünər. 4 dəfə düşər. Bu da 2 ixtisar gedər. 2 ixtisar gedər. 5. Başqa bir ixtisarımız var. Yoxdur. Cavab olur 22-də 5. Son bir ədədinə baxaq uşaqlar. Baxaq istəyirsiniz. 8-ci suala baxaq. Digərlərini artıq yazıb şərh bölməsində cavablarını qeyd edə bilərsiniz. Deməli 8-də m qıraqdadır deyə kənar həddən başlayaq. M vur 3-də 3-ü 2 6 üstünə 2 8 bərabər. 1,97-ni çevirsəm 9-u 9-u 1-ə 9 üstünə 7 16 vur 100-də 3. İndi bunu həll eləsəm m bərabərdir. 9-da 16 vur 100-də 3 vur 3-də 8-in də tərsi 8-də 3. Başlayaq ixtisarımıza. 3 ilə 9 gedər 3. Bu 3 ilə bu 3 ixtisar gedər. 8 ilə 16 ixtisar gedər. 2 ilə də 100 ixtisar gedər 50. Cavabımız olacaq 50-də 1. Gəlin 12-ci tapşırığa baxaq. 12-ci tapşırıqda da uşaqlar biraz fərqlilərini işləyək sizlə. Deməli, gəlin baxaq 3-cü tapşırığa. Məncə birinci asandır. Gəlin birdən başlayaq uşaqlar. Sadədən mürəkkəbə doğru gedək. 6x-i vuraq 3-ə bərabərdir. 8-i vuraq 12. Eyni ilə ixtisarla işləyək. Kəsir xəttimizi çəkək. 8 vur 12 böl 6 vur 3. İxtisar gedir 4. 2 ixtisar gedir 2. 2 ixtisar gedir 3. Olur cavabım 3'də 16. Bu deyilir 5 tam 3'də 1. Bu möhtərizə sizi çaşdırmasın uşaqlar. 7y-i 1-ə vururam. 31-i də 4-ə vururam. Gəlin 3-ə baxaq. 0-onda 2m-i vuraq. 10-da 2m-i vuraq. 3-də 3-ü 13-ü 39 üstünə 1 40 bərabərdir. 3-də 4-ü vuraq 26-da düzdür 26-ya bu ikisi. Uşaqlar, istəsəz 2 cür hesablayacağım bunu da. Burada bunlar ixtisar gedər. 4 cavab olar. 3-də 8m. Burada da hər hansı bir ixtisar yoxdur. 3-də 104. Düzdür. Onda buradan da m-i tapsam. 3-də 104-ü bölərəm. 3-də 8-ə. 3-də 104 vur 8-də 3. İxtisar gedər. Cavab olar 2-də. Yox, bir dəfə. 24 cavab eləyər. 13. Bu bunun birinci yolu. İkinci yolu nədir? İkinci yoluna da baxaq. 10-da 2 m vur 3-də
40 bərabərdir 3-də 4 vur 20. M-i necə tapırıq uşaqlar? 3-də 4 vur 1-də 26. Bölməliyəm 3-də 40-a, tərsini yazıram. 40-da 3. Bir də bölməliyəm 10-da 2, tərsini yazıram. 2-də başlayaq ixtisara. Birbaşa ixtisar edirik burada. 3-lər ixtisar gedir. 4 ilə 40 ixtisar gedir 10. 10 ilə 10 ixtisar gedir. 2 ilə 26 ixtisar gedir 13. Cavabımız olur 13. Aydındır. Başqa birinə baxaq. Buna baxaq uşaqlar, kəsirləndir. Kənar hədd 5 çıx 4x mütləq mötərizədə vur 3 bərabərdir. Orta hədd 7 vur 2. 5 çıx 4x bərabərdir. 7-ni 2-yə vururam 14. 14-ü böləcəyik 3-ə. 5 çıx 4x bərabərdir. 14-ü 3-ə bölsəm eləyər 4 tam 3-də 2. Düzdür. Onda buradan 4x-i tapsam buradan yazıram uşaqlar. 5-dən çıxaram 4 tam 3-də 2-sini. Bu da elə deməkdir. 4 tam 3-də 3-dən çıxaram 4 tam 3-də 2-sini. Bu da eləyər 4 tam 3-də 1. 4 tam 3-də 1-i də bölərik 4-də. 3-də 13 vur 4-də 1 eləyər 12-də. Bir dəqiqə. 12-də 13, bu da eləyər 1 tam 12-də 1. Buradan gəlin baxaq, məsələn, 7-ciyə. Çalışıram biraz uzunlarına baxaq. Kənar hədd. Çevirək birbaşa yazaq. 7-də 7-ni 1-ə 7 üstünə 3 10. 7-də 10 n vur 10-da 33 bərabər. 3-də 3-ü 7-yə 21 üstünə 1 22 vur. 7-ni 4-ə 28 29. Buradan n-i tapsam bir-birinə vuracağım. Böləcəm bu ikisinə, yəni bunun tərsinə vururum. 33-də 10 vur 10-da 7. Bu ikisinin tərsinə vururam. Baxın uşaqlar, birbaşa. İndi ixtisarımıza gedək. 22 ilə 33 11-ə bölünür. 2-nin 3-ə. 10-lar ixtisar gedər, 7-lər ixtisar gedər. Başqa hər hansı bir ixtisar yoxdur. Cavabımız olur 9-da 58. Bu deyilir 6 tam 9-da 4. Başqa gəlin kəsirlərdən birinə də baxaq uşaqlar. 8-ə baxaq. Kənar hədd 2y plus 5 mütləq mötərizədə vur 8 bərabər. Orta hədd onda 2y plus 5 bərabərdir. 8-lər ixtisar gedər, qalar 6. 2y bərabərdir. Altdan 5-in çıxıram 1. Y də bərabərdir 2-də 1 və ya 0,5. Gəlin uşaqlar, bir də 15-ci suala baxaq. 15-ci sualı köçürəm bura. 1,5-in nisbəti 3,3-də 1 kaya bərabərdir 14-də 3-ün nisbəti 4,7-də 2-yə. Kənar hədd orta hədd eləyək. Birinci ortanı tapaq. K çünki ortadadır. 3-də 10k vur 14-də 3 bərabərdir. 7-də 30 vur 10-da 15'e. İndi K'nı necə tapacağıq? 7-də 30 vur 10-da 15 vur tərsi 3-də 14 vur 10-da 3'e. İndi ixtisarlarımıza baxaq. 3'lər ixtisar gedir. 7 ilə 14 ixtisar gedir. Qalır burada 2. 5'i ixtisar gedir 2. 5'i ixtisar gedir 3. Bunlar ixtisar gedir. 10 ilə 30 ixtisar gedir 3. 3'ü də 3'ə vururam. Cavabımız eləyir 9.
Gəlin 13-cü tapşırığa baxaq. Gəlin 13-də elə birinci tapşırığa baxaq uşaqlar. Get-gedə biraz qəlizləşir suallar. Yenə kənar hədd düzdür. 0,5x çıx 1 tam 3'də 2 vur 10'da 63 bərabərdir. 1 vur 10'da 21. Budur da. Onda 0,5x çıx 1 tam 3'də 2 bərabərdir. 10'da 21'i bölərəm 60, 10'da 60'da, yəni vuraram 63'də 10'a. Onda tez buradan ixtisarımızı eləyək. Onlar gedər, burada da qalar 3'də 1. 0,5x çıx 1 tam 3'də 2 bərabərdir. 3'də 1 oldu. Buradan 0,5x'i tapsam, 3'də 1'in üzərinə 1 tam 3'də 2 gələrəm. Bu deyilər 1 tam 3'də 3. Buradan yazım. 1 tam 3'də 3'də 2 deməkdir. Yəni bunun cəmi əslində yazılmalıdır. Uşaqlar sadəcə tənlikdir deyə bərabər yaza bilmirəm. Baxın, bunu da yazılışı düzgün deyil. Yəni burada 3'də 1 yazılmamalıdır. Sadəcə burada həll olundu. 3'də 1 burada yox, burada aşağıda yazılmalı. Tənliyin qaydası var. Buradan x'i tapsam, 2'ni bölərəm 0,5'ə. X də bərabərdir 4'ə. Başqa birinə baxaq. Gəlin elə ikinci tapşırığa da baxaq uşaqlar. Deməli, kənar hədd 2'də 1 y çıx 2 tam 4'də 1 vur 10'da 12 bərabərdir. 10'da 34 vur 10'da 15. Orta hədd. Düzdür. İndi gəlin. Buranı yenə uşaqlar, baxın, belə həll eləmək məncə asan olar. 2'də 1 y çıx 2 tam 4'də 1. Bunun qabağından belə xətt çək. Mən bunun cavabını tapmaq üçün bu ikisini bir-birinə vurub buna bölməli deyiləm. Gəlin bir qıraq təhlil edək. 10'da 34'ü vuraq 10'da 15'ə. Bir də vuraq 12'də 10'a. Tərsinə vur. Bölmə, böləndə tərsinə vurmuram. Baxın, burada yazdım. Gəlin indi burada ixtisar edək. Tapaq. Onlar ixtisar gedir. 12 ilə 34 2'yə bölünər. 6'nın 17'yə. Sonra 3'ə bölünər 2, 3'ə bölünər 5, 5'ə bölünər 2. Cavabım eləyir 4'də 17. Bu da bərabər eləyir 4 tam 4'də 1. Düzdür. Cavabı aldıq 4 tam 4'də 1. İndi gətirək burada qoyaq yerinə uşaqlar. 4 tam 4'də 1. Onda 2'də 1 y bərabərdir. Onda 4 tam 4'də 1'in üzərinə 2 tam 4'də 1 gəlməliyəm də, düzdür. Bu neçə eləyər? 6 tam 4'də 2. Burada yazaq uşaqlar. 6 tam 4'də 2. Bu deyilər 6 tam 2'də 1. Y-i də tapanda 6 tam 2'də 1'i bölməliyəm 2'də 1'ə. Yəni 2'də 13'ü vuracağım 1'də 2'yə. 2'lər ixtisar gedəcək. Cavabımız olacaq 13. Biraz hesablama tələb eləyən misallardır uşaqlar. Sadəcə biraz çox diqqətli olmalısınız. Adi bir rəqəm səhvi bütün tapşırığınızı səhv eləyir uşaqlar. Gəlin 4-cü tapşırığa baxaq. Birinci tapşırığı köçürüm. Bir dəqiqə. Orada qaraltı düşüb tam yaxşı görsənmir. Misal belədir. 8,7'nin nisbəti 2,2 plus 3'də 2m. 17,4'ün nisbəti 8,4'ə. Kənar hədd 2,2 üstünə 3'də 2m vur 10'da 174 bərabərdir. 10'da 84 vur 10'da 87. Onda burada 2,2 plus 3'də 7m bərabərdir. Bunu buna vurub buna bölməli deyiləm. Gəlin burada həll edək. 10'da 84'ü vururam 10'da 87'yə. Bir də vururam 174'də 10'a. Tərsini ixtisarımıza aparaq. Bu 2'yə gedər məncə. Qalar 2. Onlar ixtisar gedər. 2 ilə 84 ixtisar gedər. 42. 42'ni də ona bölsəm eləyər 4,2.
Deməli bizim cavabımız oldu 4/2. Gəlin buranı silək. Yazaq 4/2. Onda 3/7 deyil, 3/2'dir. 3/2 m bərabərdir. 4/2-dən də 2/2'sini çıxsaq eləyər 2. M'i də tapsam 2'ni bölərəm 3/2'yə. Yəni m bərabər 2 vur 2'də 3 cavabımız olar 3. Bir daha deyirəm uşaqlar. Biraz uzundur, vaxt tələb edən suallarda, amma diqqətlə yazsaq cavabımız düz alınacaq. Gəlin bir kəsirli də misala baxaq. Kəsirimiz belədir. 15'in nisbəti 21/4x-ə bərabərdir 15'in nisbəti 11-ə. Həll eləsək, kənar hədd 21/4x mütləq mötərizədə vur 15 bərabərdir 15 vur 11. 15'lər ixtisar getdi. Burada heç kənar hədd orta hədd eləməsəydik də uşaqlar sürətlər bərabərsə deməli məxrəcə bərabər olacaqdı. 21/4x bərabərdir 11. 4x bərabərdir 10. X də bərabərdir. 10'u bölərdim 4'ə. Bu deyilər 2/4'də 2. Yəni 2/5. Düzdür. Davam eləyək uşaqlar. Deyir x və y-in hansı qiymətində aşağıdakı iki bərabərlik doğrudur?